Və hörmətli tamaşaçılarımız, bilirsiniz, bugün bayram ərəfəsidir, qonaqlarımız çoxdur. Öz axarı ilə qonaqlarımız bizim mətbəxə gələcəklər. Ona görə də mən hal-hazırdan yenə də bir gənc müğənnini dəvət edəcəm bura. Anar Talih oğlu, xoş gəlib, səfa gətirir. Maşallah, boy var, buxun var, yaraşıq var, danışmaq niyə yoxdur? Başa düşmədim, bir salamlaş, bir bayramınızı təbrik elə. İlk öncə salamlayıram sizi. Bütün xalqımızı salamlayıram və yeni il həmrəylik günü münasibəti ilə bütün xalqımızı, Azərbaycan xalqımızı ürəkdən təbrik edirəm. Xalqımıza ruzu bərəkət, bol ruzu bərəkət arzulayıram. Təşəkkür edirəm. Təşəkkür edirəm, amma yəni mən Anar haqqında onu demək istəyirəm ki, Anar çox istedadlı bir insandır, bir gəncdir. Hərçənd biraz gecikməmişsən elə bil ki, hə? Yəni səs var, gecikmirsən. Yəni Anarın eləcə də ailə üzvləri də musiqiçidir, düzdürmü? Şahnaz xanım. O Şahnaz xanımı burada salamlayıram. Çox dəyərli xanımdır, çox. İnanın, yəni el şənliklərinin gözüdür. Biz hər zaman xına məclislərində və yaxud da qız toylarında rastlaşanda deyirik ki, Şahnaz xanımın bir dənədir, yəni qarmon ifaçısıdır. Onu da burada maç eləyirik, barımıza basırıq və bilirəm ki, anan sənin üçün çox narahatdır. Baxmayaraq ki, insanın 30 yaşı var, 40 yaşı var, 50, 80, övlad həmişə övladdır və hal-hazırda ilə mama da bizi izləyəcək. Yəqin ki, anar da bizim üçün nə oxuyacaq, amma istəyirəm bir mahnını təqdim edək. Bəli, sözləri və musiqisi xanım İsmail qızına aid olan Sən Gedəndən mahnısını sizlər üçün oxuyuruq.
Çox təşəkkür edirəm. Hələ getməyini demirəm, getməli. Efirdən heç vaxt qalma, çalış, vurur. Çünki maşallah oxuyanlar çoxdur. Onların arasında seçilmək çox çətindir. Yəqin məndən razılaşırsan. Ona görə Anar, sənə uğurlar arzulayıram. Yenə deyirəm, Şahnaz xanım, sizi də təbrik edirəm. Bütün ailənizi, bütün yaxınlarınızı, doğmalarınızı bu gözəl bayram münasibətini təbrik edirəm. Sənə də Anar uğurlar arzulayıram. Mikrofonunuzu zəhmət olmasa qoy yerin özündən aparma. Təşəkkür edirəm Anar. Və hörmətli tamaşaçılar, elə qonaqlar